Doktor, son zamanlar hər kəs yağlı qidalardan çox istifadə edir. Bunun nə kimi ziyanları ola bilər? Bəli, bir çoxumuz yağlı yeməkləri sevirik, amma bu dadlı qidalar bədəndə sadəcə enerji vermir. Mikroskop altında incələdikdə, onların izlərini görəndə hekayə biraz fərqli olur. Yağlı qidalar uzun müddət qəbul edildikdə qaraciyər hüceyrələrində yağ toplanmaları olur. Biz bu prosesi qaraciyər steatozu, yəni yağlı qaraciyər adlandırırıq. Mikroskop altında incələdikdə normal, açıq mavi, bənövşəyi hüceyrələr yerinə içi yağ vakuolları ilə dolu şişmiş hepatositlər görürük. Nəticədə hüceyrə nəfəs ala bilmir, funksiyasını itirir və iltihab yaranır. Bu proses davam etdikdə iltihab artır və fibrozis əmələ gəlir. Yəni, normal hüceyrələrin yerini çapıq toxuma alır. Bunu yağlı qaraciyərdən siroza gedən səssiz yol adlandırmaq olar və bəzən bu dəyişikliklər illərlə heç bir ağrı olmadan davam edə bilər. Unutmayaq, dadlı və yağlı qidalar bir neçə saniyəlik həzzdir, amma onun hüceyrələrdə buraxdığı izlər illərlə davam edir.